Bismillahirrahmanirrahim. Əziz və dəyərli müsəlmanlar, Peyğəmbərimiz Muhammed s.ə.v-in gecə ibadəti və o ibadət zamanı ağlaması. Deyilir ki, gecə qaranlığı hər tərəfi bürümüşkən, Peyğəmbərimiz Muhammed s.ə.v hər tərəfi namazı ilə işıqlandırardı. O Allahı zikr edər, gecəni təhəccüdlə keçirər, göylərin və yerin Rəbbini çağırar, bütün hər bir şeyin açarı əlində olan Allah Subhanahu və Teala'ya dua edərdi. Necə ki Allah Teala buyurur ki, ey libasına bürünmüş Peyğəmbər, gecə az bir hissəsi istisna olmaqla qalxıb namaz qıl. Gecənin yarısına qədər, yaxud bir qədər ondan az və ya bir qədər ondan çox. Həm də aramla, ağır-ağır Quranı oxu deyir. Peyğəmbər s.ə.v-in gecə ibadətlərini bizə vəsf edən yoldaşı, möminlərin anası Ayşə radiyallahu deyir ki, dizləri, ayaqları şişənə qədər deyir, ibadət edərdi. Və mən ona deyərdim, ey Allahın Rəsulü, Allah sənin keçmiş və gələcək günahlarını bağışladığı halda nə üçün bu qədər ibadət edirsən? Peyğəmbər s.ə.v isə cavabında belə buyurardı. Məgər Allaha şükür edən qullarından olmayınmı? Allaha şükür edən qul olmayınmı? Deyə Peyğəmbər s.ə.v ona cavab verərdi. İbn Qeym rahimehullah deyir ki, Peyğəmbər s.ə.v-in bütün sünnətləri və nafilə ibadətləri, xüsusilə də gecə ibadətlərini evində qılardır. Onun bu sünnələri, nafilələri, gecə ibadətlərini məsciddə qıldığı barəsində heç bir nəqildir, gəlməmişdir. Evdə nafilə ibadətlərinin qılınmasının çox böyük faydaları vardır. Peyğəmbər s.ə.v-in sünnətinə tabi olmaq, öz ev əhlinə namazın necə qılındığını öyrətmək, onları namaza durğuzmaq, zikr və Quran oxumaqla evə bərəkətin hasil olması, şeytanların evdən qovulması, insanın ixlaslı olması və riyakarlıqdan uzaq olması kimi böyük faydaları vardır. O Allaha çox ibadət edənlərin ağlaması kimi ağlayışı ilədir ağlayardı. O namaz qılarkən, Quran oxuyarkən, Quranı dinləyərkən Rəbbinə dua edərək ağlayardı. Bunun isə səbəbi onun qəlbinin mülayim olması, qəlbinin incə olması, qəlbinin təmizliyindən, uca Allahın əzəmətini bilməsindən, ondan qorxmaqdan başqa heç bir səbəbi yoxdur. Sahabələrdən biri deyir ki, Peyğəmbər s.ə.v-in yanına daxil oldum, deyir, gecə vaxtıdır, namaz qılırdı, deyir. Ağlamaqdan, deyir, köksündən, deyir, inilti səsi deyir, gəlirdi, deyir. Peyğəmbər s.ə.v gecə vaxtı ayağa qalxar və Rəbbini yad edərdi. Al-İmran surəsi 190-cı, 91-ci ayətləri. Doğrusu, göylərin, yerlərin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı insanlar üçün böyük ibrətlər və faydalar vardır. O kəslər ki, ayaq üstü olanda da, oturanda da, uzananda da Allaha yad edər. Göylərin və yerin yaradılması haqqında düşünər və belə deyərlər. Ey Rəbbimiz, sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən, bizi cəhənnəm əzabından qoru. Peyğəmbər s.ə.v ayaq üstü oxudu bu ayətləri. Bütün üstü, saqqalı islandı göz yaşlarını. Sonra oturaraq bu ayətləri oxudu, Allahı yad etdi, Allahı zikr etdi, bütün saqqalıdır islandı. Sonra uzandı, uzanaraq da Allahı yad etdi, uzandığı, başını qoyduğu o döşəkçə də göz yaşlarına nə etmişdi? Ulaşmışdı. İbn Məsud radiyallahu deyir ki, Peyğəmbər s.ə.v mənə Quran oxu dedi. Mən dedim ki, ey Allahın Rasulü, Quran sənə nazil olduğu halda mən onu sənə necə oxuya bilərəm? Peyğəmbər s.ə.v buyurdu ki, mən onu başqasından dinləməyi sevirəmdir. Və mən başladım oxumağa. Oxudum və gəldim Nisa surəsindəki olan 41-ci ayətə çatdım. Hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid təyin edəcəyimiz zaman onların halı necə olacaq? Bu ayəni oxudum. Və Peyğəmbər s.ə.və baxdım, gördüm ki, gözlərindən yaş axır. Peyğəmbər s.ə.v-in
vəsfi barəsində danışdıqda dedi ki, onun saçında və saqqalında 20-dən artıq ağ tük yox idi. Bu ağ tüklərin əmələ gəlməsinin səbəbini Əbu Bakr radiyallahu anhu ondan soruşur. Ey Allahın Rəsulu, saçlarına bir ağ düşübdir. Səbəbi nədir? Peyğəmbər s.ə.v belə buyurdu. Hud, Vaqiyə, Mursalət, Əmmə yətəsəəlun, İzə şəmsi kuviras surələri saçlarımı deyil, ağartdı. İxlasla.com saytı tərəfindən təqdim olundu.